Allah əmr eləyib. Yaxşı işlərdə bir-birinizə köməkçi olun. Təqvalı işdə bir-birinizə köməkçi olun. Təəssüflər olsun ki, bəziləri o qədər belə bədbin adamlardır ki, məsələn, bir nəfər yaxşı iş görür, kömək eləmək əvəzinə hələ mani də olur. Yəni, ən azından kömək eləməsəydi adam yandırmazdı. Mani də olur. Görəsən, bunların nə planı var, nə planı olacaq? 10-15 dən cavandır, birləşiblər, ayda 5-10 manat qoyurlar, kəndin yetiminə baxsınlar. Bunun nə planı olacaq? Kömək bacarırsan, buyur, bacarmırsan, qal, danışma. Sən bu danışmağınla mani olursan yaxşı işə. Sabah bir yetim ac qalsa, sən də orada şəriksən. Bir nəfər uşaq geyimsiz qalsa, fəqir balası, sən də orada günahsan, sən də orada günah daşıyırsan. Çünki sən dağıtdın bu işi. Bu yaxşı işə sən mani oldun, öz düşünülməmiş sözlərindən. Mən məsələn deyirəm bunu, amma bunun kimi yüzlərlə, minlərlə məsələ ki, yaxşı işlərin qabağını alır. Uşaqlar əllərinə dəftər, kitab götürüb gedir dərs oxumağa. Mənim balam, hara gedirsən? Oxuyan nə olub ki? Oxuyan nə? Niyə yaxşı işin qabağını alırsan? Niyə uşaqları elmdən soyudursan? Necə oxuyan nə olub? Oxuyanın axırı nə olub? Oxuyanın axırı alim olub, oxuyanın axırı elmli olub. Oxuyanın axırı ən azından sənin kimi mani olan olmayıb, yaxşı işə, düşüncəsi olub. Ən azı bir dənə xəbərlərə baxanda bilib ki, bugün dünyada nə proses gedir. Yoxsa sənin üçün gərək Azərbaycan dilinə, sən Azərbaycan dilinə tərcümə eləyəsən. Bəziləri belədir. Azərbaycanca baxır, xəbərə sonra nə dedi o? Nəyi nə dedi? Azərbaycanca deyib də bu. Dili sənə tərcümə eləyirlər. Niyə? Çünki sənin düşüncəndə zəiflik var. Sən mariflənmən zəifdir. Başqalarına da mani olursan. Mani olma günən. Qoy balalar oxusunlar, qoy uşaqlar oxusunlar, qoy cavanlarımız elmlə qabağa geçsinlər. Ona görə Allah Teala Quran-ı Kərimdə bir dəfə bu ayəni yadda saxlayın. Və taavanu alal birri və təqva. Yaxşı və təqvalı işlərdə köməkçi olun. Allah bunu əmr eləyib. Gördün bir iş yaxşıdır, gəl kömək elə. Gəl yapış onun böyründən. Nə ilə bacarırsan? Nə ilə bacarırsan?